Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq assın. Sual belə idi ki, yol ayrıcından kənarda və yol ayrıcında geriyə dönən sürücülərdən hansı qayda pozur? Düzgün cavab verən savadlı sürücüləri, manevr etmə qaydalarını bilən sürücüləri təbrik edirəm. Bəli, hər ikisi bu şəkildə geriyə dönə bilər. Biz isə hər zamanki kimi şəkilli, detallı incələyək. Diqqət edin, mavi kabinalı yük avtomobilinin sürücüsü yol ayrıcından kənarda geriyə dönür. Belə olan halda maddə 42-nin 9-cu hissəsinə müraciət etməliyik. 9-cu hissəsi nə deyir? Deyir, yol ayrıcından kənarda. Geriyə dönərkən yolun sol tərəfində hərəkət hissəsinin eni dar olarsa, sürücü hərəkət hissəsinin kənarından, çiyin varsa, çiyindən çıxıb hətta geriyə dönə bilər. Təbii ki, arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermək şərti ilə. Bu belə. Keçdik qırmızı kabinəli yük avtomobilinə. Yəni yol ayrıcında geriyə dönmək istəyən yük avtomobilinə. Bəli, qırmızı kabinəli yük avtomobilinin sürücüsü də maddə 42-nin artıq 8-ci hissəsini rəhbər tutaraq belə geriyə dönə bilər. Çünki 8-ci hissə deyir ki, sürücüsən əgər qabaritin və uzunluğun və digər səbəbdən normal sol kənar vəziyyəti tutub dönə bilmirsənsə, sənə icazə verirəm. Maddə 42-nin 6-cı hissəsinin tələbindən kənara çıx. Ona görə qırmızı rəngli avtomobilin sürücüsü də öz qabaritinə görə belə geriyə dönə bilər. Sağ olun, sizinlə mən Rıza Məmmədov idi.